200 manat alanda düşünürdüm ki, 500 manat alsam bəs edəcək. Həm istəklərimə, həm tələbatlarıma, hətta kənara yığdığım pula. 500 aldım, bəs etmir. 1000 aldım, o da bəs etmədi. Amma düşündüm ki, 21 il öncə mən ingilis dili müəllimi olaraq aldığım 28 manata sanki dünyanın ən varlı insanı idim təəssüratıyla yaşayırdım. Amma daha sonradan gördüm ki, əvvəllər aldığım geyimlərin məbləğləri Maslow piramidasına uyğun olaraq götürsək, təməl istəklərimizə uyğun idi. Daha sonra bunları brendlər əvəzlədi, lükslar, premium kateqoriyalar və burada bir sual verə bilərsiniz ki, məndə də eynidir. Bu normaldır, ya mən özümü qınamalıyam ki, nəyisə düz etmirəm, nəsə səhv gedir. Yəni bu tam normaldır. İnsan, vəziyyət, şərait, mühit dəyişdikcə bizim istəklərimiz də ona uyğun olaraq artır və 1000 də alsaq, 2000 də, 5000 də alsaq, bu istəklər sonsuz olaraq artacaq.